Bildiyimiz kimi, 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahan nəticələri məlum oldu. Bu imtahanda 400 bal toplayan İsmailov Alı Vəfadaroğlu hər iki mərhələnin cəminə görə 1-ci ixtisas qrupu üzrə 697,5 balla ən yüksək nəticəni göstərən abituriyentdir. 4-cü ixtisas qrupu üzrə isə Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə 697,5 balla ən yüksək nəticəni göstərib. Çoxuna maraqlıdır. Onlar yüksək balı necə yığıb? Bu nəticələrin sirri nədir? Özlərindən öyrənək. Rahat yatsınlar, yeməklərini düzgün yesinlər, yuxu rejimlərinə diqqət edəsinlər. Ondan sonra da açıq başla dərslərini oxusunlar. 6 il bakalavra burada oxuduqdan sonra xaricdə təhsilimi davam etdirib vətənimə savadlı bir həkim şəkildə dönmək istəyirəm. İmtahan hazırlıq prosesində xüsusi bir metoddan istifadə etmirdim. Sadəcə gündəlik dərslərimi tam və keyfiyyətli formada yerinə yetirməyə çalışırdım və mütəmadi olaraq təkrarlar edirdim. Təbii ki, bu zaman ərzində özümü telefondan və sosial şəbəkədə mümkün olduğu uzaq tutmağa çalışırdım. Mən öz təhsilimi informasiya texnologiyaları ixtisası üzrə davam etdirəcəyim. Qəbul imtahanlarının nəticələri ötən illərə nəzərən necə dəyişir? 55.290 plan yeri ayrılıbdır və bu plan yerləri uğrunda mübarizəyə 70.301 nəfər qoşulublar və onlardan 49.612 nəfər qəbul olubdur. Bu da plan yerlərinin 89,73% dolması deməkdir. 2024-cü ildə plan yerlərinin sayı daha da artırılıbdır. 58.416 yer olubdur və 53.215 nəfər ali təhsil müəssisəsinə qəbul olub. Plan yerlərinin 2024-cü ildə dolma faizi 91,1% olmuşdur. 2025-ci ildə plan yerləri bəllidir. 60.500-ə yaxın plan yeri ayrılıbdır. Ötən illə müqayisədə də burada da 2,21% plan yerləri artıbdır. Ancaq indi biz müsabiqədə nə qədər adam iştirak edəcək, hələlik onların sayını bilmirik, çünki imtahanlar keçiriləcəkdir. Bu imtahanlardan sonra biz konkret olaraq nə qədər adam müsabiqəyə qatılacaq, onu biləcəyik. Məsələ, əmək bazarının tələblərinə uyğun olaraq qurulmalıdır. Ölkə prezidentinin 2022-ci ildə məlum sərəncamı var. Əmək bazarının öyrənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində əmək bazarını öyrənən institut yaradılmalıdır. Eyni zamanda Elmlər Akademiyası nəzdində əmək bazarını öyrənən elmi tədqiqat institutu yaradılmalıdır. Və bu proses 2024-cü ildə başa çatmalıdır. Çox təəssüf olsun ki, əmək bazarının öyrənilməsi ilə bağlı biz çox geriyik. Və bugün bu ixtisaslar nəyə görə müəyyən olunur və nəyə görə axın daha çoxdur və bizə yaxın gələcəkdə ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq hansı peşələr daha çox lazımdır, bu sahə üzrə tədqiqat yoxdur.